Şaban ayı haqqında Peyğəmbər buyurur ki, bu ay mənim ayımdır. Və bu ayda mənə kömək edənləri Allah bağışlayacaq. Peyğəmbərə kömək edənlər nə deməkdir? Peyğəmbər burada nə demək istəyir? Əslində Peyğəmbər demək istəyir ki, bu ayda oruç tutanlar, bu ayda istiğfar edənlər, bu ayda Allaha yaxınlaşanlar bağışlanan bəndələrdən olacaqdır. Və eyni zamanda İmam Sadiq əleyhissalamdan bir hədis var. İmam Sadiq də bu hədisi İmam Səccad əleyhissalamdan nəql eləyirdir ki, İmam Səccad əleyhissalam öz əshabını toplamışdı. Və Şaban ayında təbii ki, qədəm qoymuşdu. Əshabı da yanındaydı və İmam Səccad əleyhissalam öz əshabına buyurur ki, bu ay Peyğəmbər ayıdır. Bu ay mənim babamın ayıdır, Şaban ayı və bu ayda oruç tutanlar cənnətə yaxınlaşacaqlar. Bəli, hətta bir gününü belə oruç tutmaq böyük bir savaba bərabərdir deyilir hədislərdə. Amma çox tövsiyə olunur ki, ayın əvvəlində, ortasında və axırında oruç tutulsun. Ümumiyyətlə, Şaban ayı insanların hidayət olunması üçün Allah tərəfindən qərar verilmişdir. Şaban, Ramazan, Rəcəb ayları bu 3 ay insanların islah olunmasına bir vasitədir. Bu 3 ay insanları Allaha yaxınlaşdıran bir aydır. Bu 3 ayda edilən bütün istiğfarlar digər aylarda, digər günlərdə edilən istiğfarlardan daha tez qəbul olunur. Bu 3 ayda edilən dualar, hacətlər daha tez qəbul olunur digər aylara nisbətən. Məhz bu 3 aylar vasitəsilə Allah Taala öz bəndələrinin haqq yolda olmasını istəyir.